Hər vaxtınız xeyir olsun. Bugün asanlıqla hazırlanan 5 dəqiqənin içində qışlıq kompotun hazırlanmasını paylaşıram. Bunun üçün öncə bankaları təmiz yuyub qurulamışam. Daha sonra təmiz yuyulmuş gavalıları şirin gavalıdır. Bankaya əlavə edirəm. Bir banka üçün 500 qram meyvə əlavə edirəm. Kompotda bütün meyvələr təmiz yuyulmalı və sağlam meyvə olmalıdır. Bir dənə meyvə xarab olsa kompot qalmır. Bir banka üçün 4 ədəd təmiz yuyulmuş şaftalı əlavə edirəm. Daha sonra şəkər tozunu əlavə edirəm. Bir banka üçün 200 qramlıq 2 stəkan şəkər tozu əlavə edirəm. Videonun altına dəqiq ölçü ilə resepti yenə də yazacağam. Üzərinə tam qaynanmış qaynar su əlavə edirəm. Suyu bankanın axırına qədər əlavə etmək lazımdır ki, boş yer qalmasın. Qapaqları da öncədən 2-3 dəqiqə qaynadıram. Su isti-isti bankanı bağlayıram. Bankanın ağzını yaxşı bağlamaq lazımdır ki, az da olsa boş yer qalmasın, hava çəkib banka ata bilər. Bankanı yaxşıca bağladıktan sonra yan tərəfinə çevirib biraz şəkər tozunu əlimizlə qarışdırırıq. Hazırladıktan sonra bu cür isti-isti bankaları yığırıq. Bunu xarab olmağa qoymayan tərkibindəki şəkər tozudur. Şəkər tozu xarab olmasını qoymur. Siz də rahatlıqla hazırlaya bilərsiniz. İsti-isti üzərinə qalın bir ədyal örtürəm. Ədyalı örtürük ki, suyun istisində meyvələr bişsin, atmasın deyə 3 gün bu cür saxlayırıq tərpətmədən. Bu cür 3 gün saxladıktan sonra üzərini açıb kompotu sərin bir yerə qoyub bütün qış ərzində rahatlıqla istifadə edə bilərsiniz. Meyvələri bişirmədiyimiz üçün vitamini daha çox olur. 5 dəqiqənin içində hazırlanır. Videonu like etməyi unutmayın. Sağ olun, salamat qalın.